Salam uşaqlar. Bugün sizinlə Excel-də mətin funksiyaları ilə tanış olacağıq. Mətin funksiyalarından trim, proper, upper və loweri keçəcəyik. Birinci başlayaq elə properdən. Demişdik ki, funksiyanı yazanda birinci bərabərdir yazmalıyıq mütləq. Yazıram bərabərdir, proper, proper və funksiyanı yazanda diqqət edin ki, ingilis dilində olsun klaviaturanız. Proper, seçirəm bunu Əliyeva Adilə, vururam enter. Gördünüz, neyinədir deməli proper? Görürsünüz burada qarşılıq yazılıb Əliyevada, Eva böyüyünə yazılıb, Əli, Li balaca ilə yazılıb. Yəni ümumiyyətlə ad soyad düzgün yazılmayıb. Amma properə yazanda nə oldu? Birinci hərfləri böyüyünə yazmış olduq. Dayanıram buradan, 2 dəfə vururam, digərlərdə avtomatik doldurulur. Gələk indi upperə, görək upper deyilir. Yazıram bərabərdir, upper, tab. Tabı vurduqdan sonra seçirəm Əliyeva Adiləni. Vurdum enterim. Upper deməli neyinirmiş? Hamısını böyük yazırmış. Dayanıram burada 2 dəfə vururam. Digərlərdə avtomatik doldurulur. Gələk lowerə. Yazıram bərabərdir. Lower. Tab. Seçirəm Əliyeva Adiləni. Vururam enterim. Deməli lower neyinirmiş? Adından da bəlli olduğu kimi hamısını balaca yazırmış. Durdum 2 dəfə vurdum. Digərlərdə ona uyğun düzüldü. Gəlin trim'i yoxlayaq indi. Bərabərdir. Trim. Trim. Tab. Seçirəm Əliyeva Adiləni, vurdum enterim. Dayanıram buradan 2 dəfə tutub dağıtıram aşağı. Trim məsafə qoymaq üçün, məsafə silmək üçün. Trim məsafədir, yaxşı, onun üçün istifadə olunur. Başqa heç bir qeyri bir şey yoxdur. Heç yox. Əsasən sizə düzgün yazılış deyəndə properdən istifadə edəcəksiniz. Properi yazacaqsınız. Və bir də indi properlə yazmısınız siz. Deyək ki, seçmişsiniz bu hissəni. Siz properlə düzgün yazdıqdan sonra Ctrl-C ilə kopyalamışsınız. Gətirmişsiniz, yapışdırmışsınız F xanasına. Deyək ki, buradan yapışdırın. Ctrl-V vasitəsilə yapışdırdınız. Okey, bu düzgün yazılışdır. İndi gəlin görək nə olur. Əliyeva Adiləni gəlirəm birincidən silirəm. Buradan da silək bunu. Bunları buradan sildiyizə baxın indi. Gəlirəm buradan. Bunları silirəm. Bax, mən bunları buradan sildiyicə F xanası da silinmiş olur. Amma siz deyirsiniz ki, mən F xanası silinməsini istəmirəm axı. Deyirəm siz F xanası silinməsin. Nə olsun, mən onu oradan silinəm. F-dən silmirəm ki. Bunun üçün siz gərək F xanasını, daha doğrusu götürdüyünüz xananı, Z xanasını, Z xanasını ümumi olaraq funksiyadan azad edəsiniz. Bunu necə edə bilərik? Gəlin baxaq. Funksiyadan azad etmək üçün gəlməlisiniz. Gəlin bir dəfə də düzgün yazaq, sonra qayıdaq. Deməli, birinci hissanın adı Elvin, deyək ki, Məmmədoğludur. Gəldim, buradan yazdım. Properə də təsbiq edək, bərabərdir proper. 2 dəfə seçdim bunu, vurdum enterim. Əliyevanı da edək, bərabərdir, proper. 2 dəfə vurdum, seçdim Əliyevanı, vurdum enterim. Neyse, bunları da tətbiq etmək üçün 2 dəfə buradan vururam, gəlirəm aşağı 2 dəfə vururam, digərləri də doldurulur. Yaxşı, indi necə edək ki, mənim F xanasındakı da S xanasını siləndə getməsin. Gəlib buradan Aslanova Səidəni siləndə buradan da getmiş olur. Bəs necə edim ki, getməsin? Getməməsi üçün tutmalısınız bunu, seçməlisiniz saxsıra qədər. Üstüdən azad etmə deyirlər buna. Ctrl-C ilə kopyalamalısınız. Olduğu yerə Ctrl-V ilə yapışdırmalısınız. Daha sonra burada baxın, Ctrl-dan gəlib buradan 1-2-3 seçməlisiniz. İndi yuxarı baxın, oldu düstursuz xana. Artıq düstursuz xananın harası da köçürəndə silsəz də oradan getməyəcək. Belə yadınızda qalsın. Və yaxud rəqəm üzərində təzədən bir də göstərim. Yazmışsınız məsələn 12 bura, 23, 34. Burada yazmışsınız məsələn 23, 34, 45. Buradan da yazmışsınız bərabərdir. Cəm funksiyası bilirik. Samdır, tab. Deyək ki, bununla bunun cəmini tapmışsınız. Nöqtə vergül bu. Vurdum enterim. Buradan 2 dəfə vurdum, avtomatik dolduruldu. İndi cəm xanasını köçürtmək istəyirsiniz L xanasına. Ctrl-C ilə kopyaladım. Gəldiniz elə Ctrl-V ilə yapışdırdınız. İndi gəlib deyirsiniz LDC daha deməli lazım deyildi, elə köçürtdüm. Silirəm bunu buradan, baxın.
Nə oldu? Hamısı sıfırlandı. Deməli, nə etməliyəmmiş? Düsturdan azad etmək lazımdır ki, köçürə biləsiniz ki, buradan siləndə oradan getməsin. Ctrl-C ilə kopyaladınız, Ctrl-V ilə yapışdırdım. Gəldim Ctrl-dan 1, 2, 3 seçdim. Artıq oldu düstursuz. İndi bunu buradan silsəm, buradan getməyəcək. Aydın oldu mu? Bu da belə.